İnsan hüquqlarını o qədər ucuzlaşdırıblar ki, bir heyvanın hüququ bu dəqiqə dünyada insanların hüquqlarından çox qorunur. Tarix boyu bu baş verib, bugün də baş verir. Tarix boyu baş verib, bugün də baş verir. 3 günün içində 10 mindən çox insanı qətl elədilər. Qətliam elədilər, soyqırım elədilər. Bir dənə günahları bu idi ki, onlar şiə idilər. Düzdür, orada qeyri-şiyələr də qətl olunur. Hətta qeyri-İslam dininə mənsub olanlar qətl olunur. Baxın, bugünkü Suriya hadisələrinə, o sahilyanı şəhərlərdə, kəndlərdə baş verən hadisələrə. Xristiyanları da öldürürlər. O xristiyanları, o məsihləri ki, bunlara beyət eləmirlər və bunlara amin demirlər. Özləri ki, yalandan, açıq-aşkar yalandan deyirlər, biz əhl-i sünnəyik ki, əhl-i sünnə deyirlər, bunlar əslən insan deyirlər, onlarla beyət eləməyən əhl-i sünnəni də öldürürlər. Amma əllərində əsas şuar bundan ibarətdir. Ələviləri, şiələri, imamını tanıyanları, imaməti qəbul eləyənləri öldürmək lazımdır. Və 3 gündə 10 mindən çox insanı şəhid ediblər. İnsan dəyərləri, insani dəyərlər, insan hüquqları, insan hüquq müdafiə mərkəzləri isə onlara dəstək verir. Qırılanlara, ölənlərə, şəhid olanlara, qətlə yetirilənlərə yox. Bütün dünyanın göz qabağında bugün baş verir. Və bütün dünya buna arsızcasına susur. Hələ onları müdafiə edirlər. Bəzi mətbuat orqanları utanmaz deyirlər ki, minlərlə əsədçini bir həmlədə qətlə yetirdi yeni hökumət. Utanın, xəcalət çəkin. Adını da qoyurlar ki, güya onlar dövlət çevrilişinə qalxmışdı. Onlar hökumət əleyhinə qalxmışlar. Hansı hökumət, hansı dövlət?